Ajax, Galatasaray. Ajax, Galatasaray. Galatasaray səfər komandası deyil də. Yəni səfərdə sanki tam başqa komanda olur. Ajax da meydan komandası deyil. Hə, Ajaxdan, yəni Ajax hal-hazırda yaxşı vəziyyətdə deyil. Yəni Galatasaray məğlub eləməlidir. Mənə elə gəlir ki, Galatasaray qalib gələcək. Bax bu mövsüm əvvəlində biz danışanda nəyə lazımdır Sané, nəyə alırsan Sané-ni, Gündoğan nəyə gəlib, böyük maaşlarla falan. Düşünürəm ki, bax onlar burada öz nəticəsini göstərəcək. Yəni ortada da belə bir dirijorlar var. Bax, əgər bu oyunda da Sané-dir, Gündoğandır. Göstərməsələr, özlərini göstərməsələr, onda deyəcəklər ki, yaxşıdır, biz səhv elədik. 1-1 deyirəm, sən nə deyirsən? Mən deyirəm Qalatasarayın qələbəsi özdə 2-dən çox top fərqi gözləyirəm. Yəni mən gözləyirəm ki, bunu eləsin Qalatasaray. Eləməlidir, düşünürəm. Görək.